Qarabağ Azərbaycandır. 2021-ci ildən başlayaraq ölkəmizdə Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Zəfər Fest festivalı keçirilir. Bu ilki festivalın xüsusi əhəmiyyəti var. Çünki o bizim qələbəmizin, zəfərimizin 5 illiyinə həsr olunur. Burada əsas məqsəd bizim şagirdlər arasında vətənpərvərlik hisslərinin aşılanması. Eyni zamanda bu festivalda bizim şagirdlər öz yaradıcılığını nümayiş etdirirlər və bu festivalda həm müxtəlif sərgilər göstərilir, bizim şagirdlər rəsm, əl işlərini göstərirlər və eyni zamanda musiqi bacarıqlarını nümayiş etdirirlər, rəqs bacarıqlarını nümayiş etdirirlər, bədii qiraət bacarıqlarını göstərirlər və bu festivalda bu bizim şagirdlər qələbəmizin necə düşündüyünü öz deməli yaradıcılığında göstərirlər. Bu zəfər bizə bütün dünyada şərəf şöhrət gətirdi. Həmişə xalqımız şərəfli şöhrətli olsun. Yenə də ürəkdən təbrik edirəm. Zəfərin mübarək Azərbaycan. Döyüşən ordumuza, əskərlərimizə, zabitlərimizə can sağlığı arzulayıram. Şəhidlərimizə uca yaradandan rəhmət diləyirəm. Qazilərimizə can sağlığı arzulayıram. Xüsusilə Ali Başkomandanı, ölkəmizin başçısını təbrik edirəm. Qoy onun o dəmir yumruğu var olsun. Bu zəfərin düşünə-düşünə xəyallarımız olub. Şükürlər olsun Allah ki, bu zəfəri bizə qismət elədi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Ali Baş Komandanımızın rəhbərliyi altında bütün ordu, xalq, millət bir yumruq altında birləşdi və bu zəfəri bizə qismət elədi. Mən bütün Azərbaycan xalqını bu zəfər münasibətilə təbrik edirəm.